Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün mən sizə 6-cı sinif riyaziyyat düvən testindən ən böyük ortaq bölən mövzusunu izah edəcəm. Deməli, burada 98 və 210-u hesablamaqdır. Əbobun tapmalıyıq. İlk öncə 98-i qruplara ayırmışam. 98 2-yə bölünür 49, 49 7-yə bölünür, 7 7-yə bölünür. Sonra 210-u bölürük. 210 7-yə bölünür 30, 30 3-ə bölünür 10, 12-yə bölünür 5-də 5. Əbob deyəndə ortaqlarını seçirik. İçərisində ən ortağı 2-dir, 7-dir. Buna görə 2-ni vururuq 7-yə, cavab eləyir 14. Birinciyə uyğun olacaq A variantı. Sonra keçək ikinci testimizə. Deməli, burada da yine əbob hesablamaqdır. 48 ilə 50-ni qruplara ayırırıq. 48 2-yə bölünür 24, 24 2-yə bölünür 12, 12 2-yə bölünür 6, 6 2-yə bölünür 3-də 3-ə. 50-ni qruplara ayırsaq 2-yə bölsək 25, 25 5-ə bölünəcək 5-də 5-ə. Yenə əbob deyir. Əbob odur ki, hər ikisində ortaq olanlar seçilir. İndi ortaqların altından xətt çəkəcəm. Deməli, burada 2 hər ikisində iştirak eləyir. Bir dənə təkcə 2 iştirak etdiyi üçün elə cavabımız olacaq 2-də A variantı. Gəldik 3-cü testə. 3-cü testdə 126 ilə 420-ni qruplara ayırmaq lazımdır. 126 2-yə bölünür 63, 3-ə bölünür 21, 21 3-ə bölünür 7-də 7-yə bölünür. Keçək 420-yə. 422-yə bölünür 210, 210 3-ə bölünür 70, 70 7-yə bölünür 10, 12-yə bölünür 5-də 5-ə bölünür. Yine əbob deyir, ortaqlarını seçirik. Məsələn, burada 2 var. Hər ikisində 2 iştirak eləyir. 3 iştirak eləyir. Bir də 7 iştirak eləyir. Ona görə yazırıq ki, 2 vurulsun 3, vurulsun 7. Altını da 7-yə vuranda alırıq 42. 3-ə də uyğun olacaq C bəndi. 4-də 3 dənə verilibdir. 320, 240 və 160. Hər üçünü qruplara ayırırıq. 320-ni 2-yə böləndə alırıq 160. 2-yə böləndə 80, 80 2-yə böləndə 40, 42-yə bölünür, 20-də 2-yə bölünür. 10 2-yə, 5-də 5-ə bölünür və 1 alır. 242-yə bölürəm 120, 120-ni 2-yə bölürəm 60, 2-yə bölürəm 30, 30-u 2-yə bölürəm 15, 15-i 3-ə bölürəm 5, 5-də 5-ə bölünür. Sonra 160-ı qruplara ayırırıq. 160 2-yə bölünür 80, 80 2-yə bölünür 40, 40 2-yə bölünür 20, 20 2-yə bölünür 10, 10 2-yə bölünür 5, 5-də 5-ə bölünür. Əbob deyəndə yenə də ortaqlarını seçirik. Yəni başqa rənglə göstərək bunu. Deməli, hər üçündə ortaq olan ikilərdir, qeyd edirik. Sonra əlavə olaraq, məsələn, burada 5-lərimiz var. Yenə qeyd olunur. Sonra yenə 2-lərimiz mövcuddur. Hər üçündə 2-lərimiz var. 2-lərin sayı 4 dənə burada, 4 dənə burada. Deməli, hər ikisində 2-lərin sayı 4 dənə olanları götürürəm. 4 dənə 2-lərimiz götürülür. Və 3 isə birində var, digərlərində yoxdur. İndi həmin ədədləri bir-birinə vuracağım, oxşar olanları. Yəni 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 2. Bir də vurulsun 5. 2-yi 2-yə vuram 4, 4-ü 2-yə vuram 8, 8-i 2-yə vuram 16, 16-nı da 5-ə vururuq. Eləyir cavab 80. 4-ü də uyğun olacaq C bəndi. 5-ə gəldik. 5-də yenə də 24, 30 və 42-nin əbobunu tapmaq, hesablamaq deyir. Qruplara ayırmalıyıq. 24-ü 2-yə bölürəm 12, 2-yə bölünür 6, 6 2-yə bölünür 3-də 3-ə bölünür. 30 2-yə bölünür 15, 15 3-ə bölünür 5-də 5-ə bölünür. 42 2-yə bölünür 21, 21 3-ə bölünür 7-də 7-yə bölünür. İndi əbob deyəndə hər üçündə ortaq olanları seçirik. Deməli, burada hər üçündə ortaq olanlar 2-lərdir. 2-lər iştirak edir. Sonra 3-lər iştirak edir. Onda yazacağıq 2 vurulsun 3. Yəni cavab olacaq burada 6. Əbəb odur ki, hər üçündə, hər ikisində iştirak edən ədədləri tapırıq və onların hasilini hesablayırıq. 5-ə də uyğun olacaq C bəndi. 6. 48, 56 və 64 ədədlərini qruplara ayırmalıyıq. 48-i 2-yə bölürük 24, 24-ü 2-yə bölürük 12, 12-ni 2-yə bölürük 6, 6-nı 2-yə bölürük 3, 3-də 3-ə bölünür. Sonra keçirik 56-ya. 56-nı 2-yə böləndə 28, 28-i 2-yə böləndə 14, 14-ü 2-yə böləndə 7, 7-də 7-yə bölünür. 64 də eyni qayda ilə qruplara ayırmışam. 2-yə bölürəm 32, 2-yə bölürəm 16, 2-yə 8, 2-yə 4, 2-yə 2-də 2-yə bölünür.
İndi biz bunların ortaqlarını seçəcəyik. Yəni hər üçündə olanları seçirəm. 48-də də 2 var, 56-da da 2 var, 64-də də 2 var. Sonra yenə növbəti 2-lərimiz var. Burada 48-də əlavə olaraq 4 dənə 2 var, 56-da 3 dənə, 64-də isə daha çoxdur. Ona görə biz hər üçündə olan 3 dənə 2-ni götürürük. 3 dənə 2-nin də hasili bizə verəcək 8. Yəni 2 vurulsun, 2 vurulsun, 2 cavab edir 8. 6'ya da uygun olacak cevabımız A variantı. 7. 120, 160, 240'ı vurgulara ayırmalıyıq. 120'ni 2'ye bölürük 60, 60'ı 2'ye bölürük 30, 30 2'ye bölünür 15, 15 3'e bölünür 5'te 5'e bölünür. 160'ın vurguları 160'ı 2'ye bölürük 80, 80'i 2'ye bölürük 40, 40 2'ye bölünür 20, 20 2'ye bölürük 10, 10 da 2'ye bölündü 5, 5'e de bölünür. 240'ın vurgularını yazsaq, 242'ye bölünəndə 120, 120'ni 2'ye bölündə 60, 60'ı 2'ye bölündə 30, 30'u 2'ye bölündə 15, 15'i 3'e böləndə 5'te 5'e bölünür. Deməli, indi biz bunun əbubunu tapmaq istəyiriksə, yenə də gəlin ortaqlarını seçək. Deməli, 120-də hal-hazırda 3 dənə 2 iştirak edir. 160-da, bir də 240-da. Hər ikisində biz 3 dənə 2-ləri götürürük iştirak etdiyi üçün. Əlavə olaraq baxırıq görək hansı rəqəm iştirak edir. Məsələn, 240-da 5 ilə 3 var. 160-da 5 var. Burada məsələn 3 yoxdur. 120-də də 5 ilə 3 var. Deməli, hər üçündə 5-lə rast gəldim. Deməli, əlavə olaraq da 5-ə vurmalıyım. 3 dənə 2-miz vurulanda 8 eləyir. Biz 8-i də vururuq 5-ə, cavabı alırıq 40. 7-yə də uyğun olacaq A variantı. 8. 8-də əbub dini tapmaqdır. 6 eni vurgulara ayıranda 6 en 2-yə bölürəm, 3 en qalır. 3 eni 3'e bölürəm, n qalır. N də n'ə bölünür və 1 qalır. 6n plus 6-dan 2-ni mötərizə xaricinə çıxardanda 3n plus 3 olur. Ona görə 6n plus 6-nı 2-yə bölürəm, olur 3n plus 3. Sonra hər tərəfini 3-ə bölürük, qalır n plus 1. N plus 1'imiz də n plus 1'ə bölünür. Səbəb odur ki, indi bunların hər ikisində olan ortaqlar götürməliyik. Məsələn, hər ikisində 2, hər ikisində 3 var. Ona görə 2-ni 3'ə vururuq, cavab eləyir 6. 9'da A və B ədədləri qarşılıqlı sadə ədədlər olarsa, əbub AB-ni istəyir. Ümumiyyətlə, qarşılıqlı sadə ədədlər olanda demişdik ki, əqob onların hasilinə, əbub isə 1-ə bərabərdir. Bu qaydadır. İndi burada əbub AB qarşılıqlı sadə ədədlər olduğu üçün bu olacaq, cavabı 1 olacaq. Yəni 9'a uyğun olacaq A variantı. 10'da isə 54 və 72 metr olan düzbucaqlı şəkildə tarlanın ətrafında və künclərinə bir-birindən eyni məsafədə ağaclar əkilməlidir. Bunun üçün ən azı necə ağac lazımdır, onu tapmalıyıq. Əvvəlcə biz bunları vurgulara ayırırıq. 54'ü 2'ye böləndə 27 alırıq. 27'ni 3'ə bölürük 9, 9 3'ə bölünür, 3 də 3'ə bölünür. 72'ni vurgulara ayırırıq. 2'ye bölürük 36, 36'nı 2'ye bölürük 18, 18'i 2'ye bölürük 9, 9 3'ə bölünür, 3 də 3'ə bölünür. İndi biz bunların əbubunu tapmalıyıq. Hər ikisində ortaq olanlara baxıram. Əbub hər ikisində ortaq olandır. Məsələn, 54'də 2 var, 72'də də 2 var. 27'də məsəl üçün burada 3 var, burada da əlavə 3 var. Bir də yenə əlavə 3 var, bir də əlavə 3'ümüz var. Yəni bu deməkdir ki, 2 vurulsun 3, vurulsun 3 olacaq. 9'u da 2'ye vuranda alırıq 18. İndi biz bir dənə düzbucaqlı çəkirik. Düzbucaqlının deməli uzunluğu bilirik ki, buradan bura qədər olan məsafəmiz 72 metrdir. Enimiz isə buradan bura qədər olan məsafədir və 54 metrdir. Biz 72'ni bölməliyik 18'ə. Görək burada neçə ağac düşür? Bura 4 ağac düşür. 54'ü də 18'ə böləndə 3 eləyir. Burası ise 3 ağac düşür. İndi gəlin biz bunu 3 ağac hissəyə bölək. Yəni 1, 2, 3. 3 hissəyə böləndə burada isə 4 hissəyə bölməliyəm. 1, 2, 3, 4. İndi gəlin ağacları sayaq. Burada məsəl üçün ağacımızın sayı 1, 2, 3, 4, 5, 6, 7, 8'dir. Digərini də eyni qayda ilə bölürəm. Enini deməli biz bölürük 3 hissəyə. 1, 2, 3. Digərini isə 4 hissəyə bölürəm. 1, 2, 3, 4. Burada da qırmızılasaq biz ağacların sayını gördüyünüz kimi. İndi gəlin hamısını birlikdə sayaq. Görək neçə eləyir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, bir də 14. Deməli, burada ümumi 14 dənə ən azı ağac lazımdır.
Ona da uyğun olacaq cavabımız A variantı. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.